Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim, artıq sınaq 11-ci izahını sizlərə təqdim edirəm. Sona qədər izləməyi unutmuruq. Başladıq ilk sualdan. Deyir, quruluşu eyni, tərkibi müxtəlif olan sözlərdir. Quruluş eyni olsun, ya sadə, ya düzəltməli mürəkkəb. Coşqunluq sözündə coş, coşqun, coşqunluq, yurdumuzda, yurd, yurdumuz və yurdumuzda. Bir dəfəlik sözü təbii ki, mürəkkəbdir. Bir dəfəvəlik. Dostlar sözü sadədir. Bulaqlardandır, bulaqlardadır. Təbii ki, burada quruluşca eyni, quruş olanlar yoldaşdır. Demək, quruluşca eyni olanlar 2-dir, 4-dür və 6-dır. Bunlar sadədir və tərkibcə də demək müxtəlifdir. 2, 4, 6 demək quruluşca eynidir. 2 sadədir, tərkibi müxtəlif, tərkibi müxtəlif 2 sadə, 4 sadə, bulaqlardadır və sadə. 2, 4, 5 üzr istəyirəm, 6 yazmışam mən bura. 2, 4 demək 5, tərkibcə demək müxtəlifdir, quruluşca eynidir. 2, 4, 5 yəni D variantı. Gələk ikinci suala. Klasda tamamlaya bilən sözlərdir. Bütün şəkilçiləri fərqli tələffüz olunur. Oğlanlardır olur, oğlanlardır, rıdır tələffüzdə düşür. Dastan sözündə, demək bunun şəkli dadır, heç bir fərqli məqamı yoxdur. Qorxaqlıqla yoldaş olur, qorxaqlıq şəklində tələffüz olunur. İkini bura qeyd edə bilərəm. Gözləyəcək yoldaş olur, gözləyəcək. Demək 4 əlavə edə bilərəm. Böyüklük sözündə böyüklük, hər ikisində xeşdirikdir. 3-ü də əlavə edə bilərəm. Görünmüşdür sözündə mış şəkildə heç bir fərqli tələffüz yoxdur. Burada dür saitin r-nı itirsə də, amma görünmüşdür. Görünmüşdür. Bütün şəkildə fərqli tələffüz olsun. Demək, nə ında, nə də mışda fərqli tələffüz yoxdur. Cavab yoldaşlar 2, 3 və 4. Cavab yoldaşlar A variantı. Cavab. Müstəqil cümlə üzvü olan hansı sözlər sınaqlı əlaqənin aslı tərəfi kimi çıxış edə bilir? Aslı tərəfi kimi də çıxış edə bilir. Təbii ki, baxın burada daya diqqətli olun. Yəni demək istəyir ki, əsas da ola bilər, aslı da ola bilər. Sən əvvəlcə cümlə təhlil edək. Sən təsir edəcəyini bildiyin sözü söylə. Nə et söylə, kim söyləsin sən, nəyi sözü, hansı sözü təsir edəcəyini bildiyin söz. Baxın yoldaşlar, bizə deyir ki, müstəqil cümlə üzvü olan da burada 2 və 3 heç bir halda müstəqil cümlə üzvü deyil. Çünki feili sifət tərkibinə daxildir. Sən heç bir halda cavabında 2 və 3 ola bilməz. Bu getdi. 4, 5 olsa 1, 1. Baxın yoldaşlar, sən söylə. Təbii ki, burada 5, bax 5 xəbərdir. Xəbər mübtəda ilə münasibətdə təbii ki, aslı tərəfdir. 5 aslı tərəf ola bilər. Eyni zamanda tamamlıqdan münasibətdə isə əsas tərəf. Demək, mən 5-ə həm aslı, həm də əsas tərəf kimi baxa bilərəm. 4 deyən zaman yoldaşlar, 4 yəni sözü tamamlıq xəbər də münasibətdə aslı tərəfdir. Amma bildiyin sözü təyinə münasibət əsas tərəfdir. Demək 4 və 5 həm əsas, həm də aslı tərəf ola bilər. Cavab yoldaşlar 4 və 5. Bir daha qeyd edirəm. Baxın yoldaşlar, xəbər, yəni söylə sözü 5. Birdən mübtəda ilə münasibətdə əsas tərəfdir. Üzr istəyirəm. 5 xəbər mübtəda ilə münasibətdə aslı tərəfdir. Diqqətli oluruq. Bax, ox işarəsini çəkdim. Tamamlıqdan münasibətdə yoldaşlar əsas tərəfdir. Buna diqqətli olacaqsın. 4 tamamlıq, diqqətli oluruq. Tamamlıq xəbər də münasibətdə demək aslı tərəfdir, amma təyinlə münasibətdə əsas tərəf. Demək həm 4, həm də 5 əsas aslı tərəf kimi çıxış edə bilər. Cavab yoldaşlar 4 və 5. Cümlədə işlədildiyi zamanı sualı fərqlənən feili müəyyən. Baxın yoldaş, təbii ki, burada söhbət məstərdən gedir. Məstərin cümlədə sualı təbii ki, nə sualdır, amma ayrıda nə etmə sualına cavab verə bilər. Cavab yoldaşlar A bəndi. Soruşur istənilən halda eyni sualdır, topla, görüşdü. Oxuyarkən ifadəsi yoldaş da saxlayaq ki, bu zərfdir və zərfin sualına cavab. Yəni istənilən halda oxuyarkən sözü zərfin sualına cavab verəcək. Zaman zərfin sualına cavab verəcək. Amma fikirləşmə üçün məstər nə etmə sualına cavab verdiyi halda cümlədə isə nə sualına cavab verə bilər. Cavab yoldaşlar 4-də demək A variantı. Baxaq 5-ə. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğun müdür? Bir bura baxsana, təbii ki, bir burada ədatdır. Millət elə nurdur ki burada təbii ki, bağlayıcıdır. Demək, birinci bizim ifadəmiz ədatdır, ikinci bağlayıcıdır. Baxaq. Yerinə görə əsas nitq hissəsi amonim ola bilər. Əsas nitq hissəsi amonim bilər, təbii ki, 1-dir. Birin qabağına yazdım yoldaşlar A variantı, çünki sayı ola bilər. Cümlə üzvü kimi işlənir. Bunların heç bir cümlə üzvü deyil. B-ni sən heç bir halda cavabında görə bilməzsən. Çünki nə bir ədat, nə də iki bağlayıcı cümlə üzvü ola bilməz. Bunu yadda saxla. Köməkçi nitq hissəsi ilə amonim ola bilər. Təbii ki, 2 burada bağlayıcı ədatla amonim ola bilər. 2-ni qabağına yazımcı. Əlaqələndirmə vasitəsi təbii ki, burada 2 bağlayıcı əlaqələndirmə vasitəsidir. D-ni yazdım bura. Sözün təsir gücünü artırır. Təbii ki, burada ədatdan söhbət gedir. Ədat sözün təsir gücünü artırır. 1 A-E 2 C-dir. 1 A-E 2 C-dir. Bu da yoldaşlar demək E variantı. Gələk.
Növbəti, demək 6-cı suala. D cədvəldə uyğun fikir müəyyən. Sərbəst söz birləşməsi istənilən halda sabit söz birləşməsi. Təbii ki, sabit söz birləşməsi deyilsə, təbii ki, söhbət frazoloji birləşmədən gedir. Sərbəst söz birləşməsi isə demək bizim bildiyimiz adı demək söz birləşməsi. Gözdən itmək sərbəst söz birləşməsi deyil, bu demək frazoloji birləşmədir. Həyat vermək, ara sıra danışmaq təbii ki, söz birləşməsidir. 3. Əməl etmək mürəkkəb feil lazımdır. İstənilən halda frazoloji birləşmə olacaq nə? Demək, fikrini yayındırmaq 5, xeyir-dua vermək demək 6. Amma başa vurmaq istənilən anda sabit deyil. Çünki sən bunu başa vurmağı qaxınc etməyə zamanda hər hansı bir əşyanın digər kimisə başına vurmaq. Məsələn, deyirəm ki, o, məsələn, kitabı uşağın başına vurdu. Başa vurma burada sabit yox, sərbəst də ola bilər. Biz 7-ni də götürmürük. Təbii ki, olacaq 3, 5 və 6. Yəni, yoldaş 6-da E variantı. Gəliş 7-yə. Nöqtənin yerinə hansı söz əlavə olunsa, cümlənin şəxsi növü digərindən fərqlənər. Qanunlara həmişə hər yerdə riayət edin, əməl edirik, əməl etməlisiniz, inanaq. Baxın yoldaşlar, təbii ki, riayət edin bu müəyyən şəxsdir, əməl edirik müəyyən şəxsdir, əməl etməlisiniz müəyyən şəxsdir, inanaq müəyyən şəxsdir. Amma qanunlara hər yer əməl edilməlidir. Bu isə yoldaşlar, demək ümumi şəxsdir, cümlədir. Cavab yoldaşlar demək C variantı. Gələk 8-ə. Cümlə üzvləri görə sınaq təhlil olunmayan cümlə. Təbii ki, sınaq təhlil olunmayan cümlə demək xitabdan, ara sözdən, söz cümlədən ibarət ola bilər. Baxaq, bəli doğrudan lazımdır xəbərdir. Sənin fikrincə kim daha vacibdir xəbərdir. Dostlar, məncə də yox. Təbii ki, baxın yoldaşlar. Burada diqqətli olacaq. Dostlar xitabdır, məncə ara sözdür. Yox da söz cümlə olduğu üçün biz təbii ki, bunu köməkçi nitq hissəsində söz cümlə biz bunu təhlil etmirik. Bəs niyə gedirsən? Niyə burada demək ki, zərflikdir, gedirsən xəbərdir. Salam olsun Azərbaycan ellərinə, salam olsun xəbər nəyə Azərbaycan ellərinə. Bu da təbii ki, tamamlanacaq. O yoldaşlar C variantı. Gələk 9-a. Hansı cümlələrin tərkibində bərabər hüquqlu cümlə üzvləri yoxdur? Bax, diqqət yəni həmcis cümlə üzvləri yoxdur. Təbii ki, yoldaşlar, bərabər hüquqlu cümlə üzvləri yoxdur deyəndə həmcis üzvlər yoxdur. Səbir və zaman güc və həvəsdən daha böyük işlər görür. Nədir? İşlər görür, nə? Səbir və zaman, bu həmcis mübtədalar var. Tarixçilər keçmişi, ideoloqları gələcəyi saxtalaşdırırlar. Baxın yoldaşlar, burada nə edirlər? Saxtalaşdırırlar. Kim tarixçilər, nəyi keçmişi, nəyi gələcək, kim ideoloqlar? İdeoloqlar gələcək, tarixçilər keçmişi. Burada təbii ki, həmcis üzvlər yoxdur. Çünki tarixçilər keçmişə aiddir, ideoloqlar gələcəyə aiddir. Burada baş verən tamamlanır ayrı-ayrı mübtədalara aid olduğu üçün biz heç bir halda bunu demək həmcis götürə bilmərik təbii ki. Demək 2 yanlışdır. Kiçiyə mərhəmət elə, böyüyə itaət elə. Demək yoldaşlar, baxın biz burada diqqətli olacaq ki, böyüyə itaət elə, sən mərhəmət elə, həmcis xəbərlər var. Yazmaq öyrənmək istəyəndə sakit yer axtar. Nə axtar? Nə zaman yazma öyrənmək istəyəndə? Təbii ki, baxın yoldaşlar, burada həmcis sözlər olsa da həmcis cümlə üzvü yoxdur. Çünki feil bağlama tərkibinə daxildir. Həmcis cümlə üzvü yoxdur. Dostlar, qardaşlar, indi vətən göylərində sülh göyərçinləri qanat çat. Təbii ki, burada həmcis sözlər var, amma həmcis cümlə üzvləri yoxdur. Çünki xitab cümlə üzvü hesab olunmur. Cavab 2, 4 və 5, yəni D variantı. Altdan xətt çəkilmiş cümlədə mübtəda ilə bağlı doğru fikir müəyyən. Kim desə eybini dostundur inan, gizlədən sənin üçün ilandır ilan. İlandır, kim ilandır gizlədən, kim üçün sənin üçün. Təbii ki, burada gizlədən sözündən söhbət gedir. Adlı halda ümumi isimdə ifadə olunub. Gizlədən ümumi isim deyil, gizlədən feili sifətdir. Nə sonra cavab verir, nə sonra cavab vermir, kim sonra cavab verir. Bu da yanlışdır. Feili birləşmə ifadə olunub. Gizlədən feili birləşmə deyil, feili sifətin özüdür. Feili xəbərlə qrammatik əlaqə girib, ilandır feili xəbər deyil. Adlı halda isim olmayan sözlə ifadə olunur. Bəli, gizlədən söz adlı halda, amma isimli çünki feili sifət. Cavab yoldaşlar, onda E variantı. Temuçin səsinə fikir vermir, Temuçin evi sökür. Temuçindir. Gələcək 11-ə. Deyir, nöqtənin yerinə hansı söz artırılsa, cümlənin tərkibində əlavə də olar. Təbii ki, əlavə nə zaman olur? Yəni bağlayıcısında olanda. O istirahət edir, yəni yatır. Cavab yoldaşlar 11-də demək B var. Digər isə uyğun deyil. Cavab yoldaşlar 11-də B variantı. Gələk 12-ci suala. Keçək 13-cü suala yoldaşlar. Deyir, cümlə haqqında yanlış fikirlər müəyyən. Olsun ki, bugün yenə qalib gələcəksə, təbii ki, olsun ki, bu güman şübhə bildirən demək ara sözdür. Olsun ki, bugün yenə qalib gələcəksən. 1 qramın əsası var, təbii ki, 1 qram əsası var. Çünki olsun ki, sizi burada aldatmasın. Bu demək ara sözdür. Yəni burada tabel mürəkkəb cümlədən söhbət belə gedə bilməz. Diqqətli olacaq. Deyir, yanlış fikirlər təbii ki, bizə istəyir. Baxaq yanlış fikirlərə.
Tərkib hissələri arasında tab5 bağlayıcısından istifadə olunub. Bu gün tab5 bağlayıcısı var mı? Bu tab5 bağlayıcısı deyir ki, bizə nə edir? Cümlə haqqında yanlış fikirlər müəyyən. Təbii ki, bizə yanlış fikirlər lazımdır. Tərkib hissələri arasında tab5 bağlı. Burada tab5 bağlayıcısı görmür ki, yanlış. Cümlə üzvlərinə görə sınır təhliliyə sıxıma uyğundur. Baxaq, olsun ki, bu gün yenə necə qalib gələcəyik? Nə zaman? Bu gün yenə də zərfli. Zərfli xəbər sıxıma uyğun, təbii ki, doğrudur. Təbii ki, bu sadə cümlə olduğu üçün bu sıxım uyğun deyil. Birinci cümlədən ikinci cümləyə sual vermək olur. Burada nə birinci cümlə, nə ikinci cümlə. Bu sadə cümlə olduğu üçün heç bir birinci və ikinci cümlədən söhbət gedə bilməz. Cavab olacaq 2, 4 və 5. Varmı cavabda? Bəli, cavab olacaq D variantı. Onun üçün baxaq. Sənə sadiq olana sən də sədaqətli ol cümləsində fərqli tələffüz olunan sözün fonetik xüsusiyyətlə aid olduğu doğru fikirlərdir. Sən də sədaqətli, baxın, bu söz belə tələffüz olunur. Sədaqətli, sədaqətdi. Təbii ki, burada l-d əvəzlənməsi baş verir. İkinci heyecan saiti yazısının fərqli tələffüz olunur. Demək, A heç bir halda fərqli tələffüz yoxdur. Çünki sözün uzanması yazış və tələffüz arasında fərq hesab olunmur. Bir yanlış. Tərkibində bir kar samiti və kar samiti hansıdır? Təbii ki, burada 2 kar samiti var. S-dən demək T 2 yanlışdır. Hər heyecanın tərkibində samit var. Sədaqətli. Bəli, hər heyecanın tərkibində samit var. 3 doğrudur. Kar cinsi samit cütlüyü yanaşı işlənmişdir. T-dır, təbii ki, yanaşı işlənib. Eyni səs yerinə görə müxtəlif hərflərlə yazılıb. Eyni səs müxtəlif hərflərlə yazılıb. Bəli, baxın, D-dır, eyni səsli müxtəlif hərflər. Biri D səsli, biri isə demək L-D hərfləri, amma eyni səsləri verir. Bu da doğrudur. Təbii ki, bizə doğru olduğunu desə 3, 4, 5-i biz götürəcəyik. Cavab yoldaşda 13 demək C variantı. Gələk 14-cü suala. Əsas vəzifəsi numarativ söz olanda təbii ki, o nəfərdir, dənəddir, ədəddir, cütdür, dəstdir. Bunların əsas vəzifəsi numarativ sözlər. Təbii ki, E variantı söhbətidir. Sadə bir sualdır. Digərləri vaqondur, kisədir, stəkandır, qaşıqdır. Bunlar isim kimi işlənə bilərlər. Cümlədəki zərflə bağlı doğru fikirdir. Bizə zərf deyir, diqqətli olun. Həqiqəti söyləməzdən əvvəl yaxşı düzəltməklə. Baxın, yaxşı fikirləşmək. Təbii ki, mürəkkəb zərfdir. Quruşuna görə digər sözlərdən fərqlənir. Təbii ki, digər sözlər sadə, demək, düzəltmə olduğu halda yaxşı sözü demək mürəkkəbdir, doğrudur. Fe'lə aiddir, yaxşı fikirləşmək lazımdır. Fe'lə aiddir, bu səhvdir. Nə zaman sualına cavab verir? Səhvdir. Çünki nə tərzdə sualına cavab verir? Zərflik yerindən çıxış edir. Bəli, zərflik yerindən çıxış edir. Necə, nə tərzdə sualına demək cavab verir və zərflik cavab yoldaşı 1 və 4, yəni 15-də A variantı. Gələk 16-cı sual. 16-cı sualda bizdən nə istəyir? Cümlələrin birinə ara sözünün işlənməsi yeri fərqlidir. Demək əvvəldə, yəqin əvvəldə, əlbəttə əvvəldə, zənnimcə əvvəldə, doğrudan desə cümlənin ortasında gəlir. Çünki özündən əvvəl o şəxs əvəzindən istifadə olunub. Cavab yoldaşda C variantı. Üzərində rəqəm yazılmış sözlər əsasında doğru kimi idi. Cavanlıqda odun yıxsan, qocalıqda üşüməzsən. Baxın, hal şəkilçilidir. Uyğunlaşdırma. Cavanlıqda odun yıxsan, qocalıqda. Cavanlıqda, təbii ki, bu lıq plus dadır. Hal şəkilçisi deyil, bu zərfcəldən şəkilçidir. Cavanlıqda odun yıxsan, qocalıqda, qocalıq, qocalıqda üşüməzsən. Təbii hal şəkilçisi yoxdur. A-nı heç bir halda heç bir yerə yaza bilməzsən. A sənin cavabında olmayacaq. Adlı halda da cavanlıqda odun yıxsan, qocalıqda üşüməzsən. Adlı halda cavanlıqda və qocalıqda adlı halda təbii ki, bizə üzərində rəqəm yazıb deyilsə, bunu silin, rəqəmlər görünsün. Təbii ki, biz 1-ə, demək biz 1, 2, bir də 2 yazmalıyıq təbii ki. Cavanlıqda və qocalıq ikisini deyir. Adı halda, hal şəkildə səhvdir. Adı halda təbii ki, 1-ə yazdım B. Odunu yıxsan bu təsir haldadır. Getdi. Zaman zərfliyidir. Bəli, zaman zərfliyidir. Cavanlıqda odun yıxsan, nə zaman cavanlıqda C. Tamamlı sualın cavab verir. Odunu yıxsan, təbii ki, qeyri-mən təsir haldadır. D variantı. Baş üzdür. Bunların heç birisi baş üz deyil. 1BC 2D. 1BC 2D. Biz nəyə səhv yazdıq? Biz nəyə səhv yazdıq ki burada? B. Adlı haldadır. Cavanlıqda odun yıxsan. Adlı halda nə olsun ki? Bir dəqiqə. Təzədən baxım, nəyəsə unutdum burada. Demək ki, üzərində rəqəm yazmış sözlər əsasında doğru fikir müəyyən. Cavanlıqda odun yıxsan, qocalıqda üşüməzsən. Al şəkilçilik xeyr. Al sən heç bir halda cavabında ola bilməz. Elədir yoldaşlar. Çünki bu hal şəkildə cavanlıq plus da zaman şəkilçisidir. Zaman zərfliyidir. Bəli, 1-ə yazdım C. Tamam sualın cavab verir. Odun yıxsan, odunu yıxsan. 2-yə demək yoldaşlar yazdım. Demək 2-yə yazdım D. 1C. Təbii ki 1C. 1C 2D.
Baş sözü xeyr, adlı xaldadır xeyr. Adlı xalı yazmışdım amma xeyr. Cavab yoldaşlar 1C 2 yəni B-bən. Amma cavanlıqda sözü belə deyək də, zərfdə adlı xalda olsaydı biz onu isim kimi. Amma digər sözlər də adlı xalda ola bilərdi hardasa. Amma yəni uyğun olması üçün biz B variantını götürürük. 18. Altdan seçilmiş hər iki sözlə bağlı ortaq xüsusiyyət. Öyrədərək və öyrənmək. Öyrət, ərək, öyrədərək, öyrənmək, öyrət və ərək, öyrənmək. Təbii ki, sadə sözdür. Biri feili bağlamadır, biri isə məsələdir. Burası sadədir, bəli. Bir ortaq xüsusiyyət al bəndə. Necə sualına cavab verir? Xeyr, öyrədərək, öyrənmək. Nə sualına cavab verə bilər? Müstəvidə cümlə özündə xeyr, öyrədir, öyrənmək bu bütövlükdə tərkibdir. Yalnız feilin xüsusiyyətini daşıyır. Öyrənmək bu məsələnin isimli xüsusiyyətini daşıyır. Məsələ formasında öyrədərkən bu feili demək bağlamadır, heç məsələ deyil. Cavab yoldaşda A bəndi hər iki quruluşsa sadədir. 19-a baxaq. Deyək cümlədə bərpa olma duruş şahsını müəyyən edin. Sayını müəyyən edin təbii ki. Söz var. Necə söz var? Tabil mürəkkəb cümlədə. Gələr, keçər. Söz var, dələr, keçər. Təbii ki, biz burada 5 vergüldən istifadə edəcəyik. Cümlədə hansı sözü dəyişməkdə ədəb normasını bərpa etmək olar? Biz bütün günü şəhərin mərkəzlərin tarixi sahəsini yox da, biz bütün tarixi yerlərini olar. Yerlərini. Tarixi yerlərini gəzək. Tarixi sahələri aid deyil. Cavab olsa demək 4 yəni D variantı. Keçiş növbəsi olar. Yalnız baş sözlərdən ibarət nəqli cümlə. Baxın yola, bizə nəqli cümlə deyir və baş sözlərdən ibarət. Yəni mübtəda xəbər. İşdən zövq alanlar həmişə güləriz olurlar. Həmişə burada zaman zərfliyi var, götürmürəm. Sevincimi sevdiklərimlə bölüşəndə nə zaman sevincimi bölüşəndə bu zərflikdir, götürmürəm. Ötəri istəklərin arxasından qaçmaq axmaqlıqdır. Axmaqlıqdır. Nə? Ötəri istəklərin arxasından qaçmaq. Mübtəda xəbərdən ibarətdir. 3. Kədəri saxta olanın sevinci də saxta olar. Saxta olar. Nə saxta olar? Kədəri saxta olanın sevinci. Saxta olan sevinci. 4. Ciddi insanın təbəssümü daha gözəldir. Nə gözəldir? İnsanın təbəssümü. Hansı insan? Ciddi insan. Yalnız baş sözü yoldaşlar 3 və 4-də gəlincə ikinci üzvlər də var. Gələk 22-yə. Sonuncu söz məcazi mənalı hansı söz əvəz olunsa aforizm mənası dəyişmir. Hər yeni dərd əvvəlki unutdurar. Unutdurar nə deməkdir? Məcazi mənada yaddan çıxarmaq. Təbii ki, D variantı. Bütün sənə deyir ki, məcazi mənalı olsun, yaddan çıxarmaq. 23-ə baxaq. Sınaqlı vəzifələr müxtəlif, suallar eyni olan cümlə özləri müəyyən. Baxaq. Bu şirkət təcrübəli işçiləri ilə yaxşı tanınır. Nədir tanınır? Nə tanınır? Şirkət. Hansı şirkət? Hansı şirkət bu şirkət? Təcrübəli işçiləri ilə, kimi ilə işçiləri ilə, necə işçi, təcrübəli işçi, necə tanınır, yaxşı tanınır. Baxın yoldaşlar, necə tanınır, necə işçi. 3 və 4-də yoldaşlar mən necə sualı verdim, amma biri təyinli, biri zərflikdir. Aydın oldu mu? Hər ikisinə necə sualı verdim, amma biri təyinli, biri zərflikdir. 3 və 4 sənin cavabın olacaq. Gələk 24-cü suala. Mürəkkəb cümlələr müəyyən. Nə istəyirsənsə, baxın səni görüncə yadda saxlayırsın mürəkkəb cümlədir. 1. İstəyirsən axtarırsansa onu özündən istə. Təbii ki 1. Düşüncə ona deyərəm ki, tabiriş bağlayıcısı 2. Pul yaxşılıq üçün xərclənmirsə, sasə 3. Dövlətin malı nə odda yanar, nə də suda batar. Dövlətin malı yanar, dövlətin malı batar. Sadə cümlədir. Adına baxıb insana inanma, insana baxıb adına inanma. Hər ikisi sənə aiddir. Bu da sadə cümlə. Cavab yoldaşlar demək 1, 2, 3. 1, 2 və 3. 25-ə baxaq. Fərqləndirilmiş sözlər əsasında eylər Venn diaqramındakı səhvləri müəyyən edin. Baxın. Elə mən də həmişə elə kitab. Elə burada yoldaşlar ədatdır. Elə isə burada demək təbii ki əvəzlikdir. Elənin burada yoldaş sinonimi elə mən də məhz sözü sinonimi. Sonra cavab verir yanlışdır. Qrammatik mənası var. Demək yoldaşlar 2 də yanlışdır. Çünki hər ikisinin qrammatik mənası var. Əvəzlikdir, səhvdir. Sifəti əvəz edib cümlə üzvüdür. Bəli, elə kitablar var. İzah etdiyi cümlə üzvü tamamlıq vəzifəsindədir. Elə kitablar oxuyuram, kitabları oxuyuram. Təbii ki, tamamlıq. Cavab yoldaşlar 1, 2 və 3. 1, 2, 3 sənin səhv variantındır. Gələk 26-cı suala. Hansı cümlələrdə eyni sözün hərəkətinin həm obyektini, həm də subyektini bilir? Baxın yoldaşlar, yadda saxlayın ümumiyyətlə söz əgər hərəkətinin obyektini və subyektini bildirsə, təbii ki, burada söhbət qayıdış növdən gedir. Baxsa bir rahat variantını deyim. Qayıdış növdən gedir. Qayıdış növdən feillər tapar. Kəndimiz göründü 1. Sonra işlə vaxtını görülüb qurtardı. Çəklər bəzənmişdi. Çöllər bəzənmişdi. 5 yoldaş baxın. Kəndimiz göründü, çəklər bəzənmişdi. Bunlar hər ikisi qayıdış növdədir. 1 və 5 sənin düzgün cavabındır.
27-də baxaq. Dünənki həkim, təbii ki, dünənki demək zaman zərfindən düzələn sifətdir. Həkimdir isə sadə sözdür. Şəkilsiz qəbul etdikdən sonra leksik mənası dəyişib. Leksik məna daşıyıb təbii ki, dünənki sözdür A. Fərqli tələffüz olunur. Həkimdi, r-sı düşür 2-yə yazdım B. İlk hecasının tərkibində dodaqlanan qalın saat var. Qalın saat. Bunların heç birisinin qalın saati yoxdur. Şəkilsiz sözün qrammatik mənasını dəyişib. Təbii ki, söhbət D-dən gedir. Yəni D-ni 1-ə yazıram, dünənki sözü. Adlı halda olan isimdir. Həkimdir sözü adlı halda olan isimdir. 2-yə də yazdım, demək E. 1 A-dır, 2 B, E-yə uyğun gəlir. Belə dəyərli yoldaşlar, növbəti videoda görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.